Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Tovuz rayonu maşın bazarında özbaşınalıq baş alıb gedir. Belə ki, Tovuz rayonu maşın bazarının müdiri Ruslan Sadıqov öz işinə məsuliyyətsiz və olduqca da laqeyd yanaşır. Daha açıq desək, redaksiyamıza daxil olan video materiallardan da belə qənaətə gəlmək olur ki, bu bazarda özbaşınalıq ən pik səviyyədədir. Belə ki, işlədilən mağazaların hər biri dövlətə vergi vermir. Heç birinin kassa aparatı yoxdur. Loru dildə desək, balaca putka kimi istifadə etdikləri yer əslində heç bir standartlara cavab vermir. Belə ki, aşağıdakı video materiallardan da aydın görünür ki, həmin mağazanın, bazarın sahibi vergidən yayınır. Öz vəzifəsindən sui-istifadə edir. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumlara və güc strukturlarına. Tovuz rayonu maşın bazarı və onun sahibi Ruslan Sadıqov barəsində ciddi araşdırma aparılmasını xahiş edir və barələrində lazımi tədbirlərin görülməsini xahiş edirik. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.